Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə dadlı, faydalı kəsmişli zapekanka hazırlayıram. İlk öncə 400 qram kəsmiyi qab əlavə edib blenderdən keçiririk. Qeyd edim ki, mən ev kəsmiyindən istifadə etdim. Sizlər mağazada satılan duzsuz kəsmişdən istifadə edə bilərsiniz. Kəsmiyin üzərinə 100 qram şəkər tozunun bir qismini əlavə edib yenidən blenderlə çalırıq. Geri qalan şəkər tozunu isə bezədə istifadə edəcəyik. Şəkər tozunu da kəsmişlə bircə bir qədər qarışdırdıqdan sonra ağını sarısından ayırdığım 4 ədəd yumurta sarısını əlavə edib yenidən bir qədər qarışdırırıq. Əgər sizdə blender yoxdursa, mikserdən istifadə edə bilərsiniz. Belə bir kütlə alındı. Alınan kütlənin üzərinə bir bağlama vanil, 50 qram qarğıdalı nişastası əlavə edirəm. Bu şirniyyatın xəmirində undan istifadə edilmir. Eyni kütlə alana qədər qarışdırdıq və alınan kütləni qoyuruq kənara. İndi isə bezə hazırlayırıq. 4 ədəd yumurtağının üzərinə bir çimdik duz əlavə edirəm və mikserlə qabarana qədər çalırıq. Qeyd edim ki, bezə hazırlayarkən diqqətli olun, əgər bir qədər belə olsun. Yumurta sarısı yumurtağında olarsa, o zaman bezə alınmayacaq. Yumurtağı bir qədər qabardıqdan sonra saxladığımız şəkər tozunu hissə-hissə bezəyin üzərinə əlavə edib çalmağa davam edirik. Bezə artıq hazırdır. Kəsmişli kütlənin üzərinə yumurtağını əlavə edib, kütləni söndürmədən altdan yuxarı qarışdırırıq. Budur artıq hazırdır. Hazır olduqdan sonra bişirmək üçün kələbçəli və ya mənim kimi belə qəlibdən istifadə edə bilərsiniz. Qəlbin diametri 20 sm-dir. Qəlbin içərisinə əlimdə sıxışdırdığım yağlı kağızı yerləşdirirəm. Mən bir səhv etdim. Qəlbin kənarlarını tam yağlı kağızla bağlamadım. Zapekankanı qəlbdən çıxararkən bir qədər görünüşündə pozulma oldu. Siz yaxşı olar ki, kənarları tam yağlı kağızla bağladığınızdan əmin olduqdan sonra kütləni qaba əlavə edəsiniz. Beləliklə üzərində hamarlayıb 180 dərəcə temperaturda öncədən isidilmiş sobada üzəri və alt hissəsi qızarana qədər təxminən 1 saat müddətində bişirdik. Qəlbdən çıxarıb tam soymasını gözləyirik. Tam soyduqdan sonra ən azından soyuducuda 3-4 saat dinləndirdikdən sonra üzərinə pudra şəkəri əlavə edib servis edirik. Yüngül, dadlı, ləzzətli, kəsmişli bir şirniyyatdır. Sizlər də evdə olan ərzaqlarla tez zamanda hazırlaya bilərsiniz. Əgər az şəkərli yaxud unsuz şirniyyatlar sevirsinizsə, bu şirniyyat məhz sizin üçündür. Belə ləzzətli, asan, dadlı reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub, fikirlərinizi videonun şərh bölümündə qeyd edib bizə dəstək ola bilərsiniz.